Ee, Herkese salamlayıram, sabahınız xeyir olsun deyirəm. Hörmətli həmkarlarım. Öncəliklə e, süd vəzi xərçənglərinin belə deyək, farkındalıq bir toplantısında plastik cərrahiyyəyə verilən önəmi çox təqdirə layiq hesab edirəm və plastik cərrahiyyənin süd vəzi xərçənglərinin müalicəsində olan mövqeyini daha gündəmə gətirdiyiniz üçün öncəliklə bu konfransı təşkil edənlərə təşəkkürümü bildirirəm. Həqiqətən sizə təşəkkürümüzü bildiririk. Ee, En güncel mevzulardan birisidir. Bugünkü gündə süd vəzi xərçənginin e, onkolojisi, terapisi təbii ki, çətin bir yol. Hörmətli onkologlarımıza, onkolog cərrahlarımıza, terapevtlərimizə düşür. Amma estetik qayğılar var ki, məmə rekonstruksiyonu tam estetik bir əməliyyat kimi də adlandırmamalıyıq. Hansı bir orqanın yenidən bir bərpasıdır. Bir qadın üçün süd vəzinin yenidən bir bərpası ona yeni bir həyatdır. İkincili bir böyük bir travmadan onu xilas eləməkdir. Bu cəhətdən fərqli aspektlərdən baxsaq, rekonstruksiyonun biz bilirik ki, mərdivən prinsipləri var. Yəni sadədən mürəkkəbə doğru hər türlü rekonstruksiyonun çeşidlərini uygulaya bilirik. Burada da öncəliklə bir məmə rekonstruksiyonu etdiyimizdə eyni seansda mı edək, yoxsa sonraki seansda mı edək? Kiçik bir müdaxilə ilə sadə bir pido olsan tut, otolog toxumaya qədər və yaxud da sadə bir expanderdən tut, iki etaplı bir implant əməliyyatına qədər fərqindəliyi var bu əməliyyatların. Mən bugün daha pasientlərə daha yaxın gələn, daha xoş gələn bir otolog toxuma rekonstruksiyonuna danışmaq istəyirəm. Öncəliklə niyə daha çox otolog toxuma rekonstruksiyonuna önəm verirəm, onu qeyd eləmək istəyirəm. Zaten başına bir sürü olay gəlmiş, işte bu onkoloji bir dönəm atlamış pasientlərin böyük əksəriyyəti daha çox otolog, yəni öz toxumasından rekonstruksiyonu daha çox tərcih edirlər. Sanki bir yabancı implanta, expandera olan fobiyanı onlarda nə qədər də biz önərsək də bəzən bunu böyük faiz xəstələrimizdə aşa bilmirik və öz toxumasından daha çox rekonstruksiyonu üstün verirlər. Öz toxumasına rekonstruksiyona önərdiyim pasientlərim adətən orta və iləri kilolu xəstələrdir, hansı ki, qarın bölgəsində toxuması olan pasientlərdir. Bugün tren flebindən danışacağım. Tren flebinin həm mikrocərrahi, həm də mikrocərrahisiz yöntemlərindən danışacağım. Elədiyimiz bəzi bir-iki xəstədən örnək üzərində toxunmaq istəyirəm. Özəlliklə qeyd eləmək istəyirəm, mən Tibb Universitetinin Ümumi Cərrah Kafedrasının assistentiyəm, həm də Tədris Cərrah Klinikasının plastik cərrah şöbəsi müdürüyəm. Bu əməliyyatlar günümüzdə həm rezident tələbələrimizə, plastik cərrahlarımıza bir örnək olaraq da göstəririk və otolog toxumanın rekonstruksiyonunu daha da çalışırıq güncəl saxlayaq. Tren flebini hamımız bilirik. Transvestlərə adı şəkilli rektus əzələ flebidir. Bunu vuram şəkilli digər rekonstruksiyonlarda da uyguladığımız olur. Amma transvers şəkilli edədiyimiz fleblərdir. Adətən bu əməliyyatları adətən deməyək, mütləq onkologlarla məsləhət edirik. Yəni, ən son etapda onkolog mənə deyirsə ki, radioterapisi bitdi, kemoterapisi bitdi, xəstənin post-op 3-cü, 5-ci yılındadır. O zaman otolog rekonstruksiyona daha çox gedirik. Çünki kiçik həcmli əməliyyat deyil, ağır həcmli əməliyyatdır. Yəni, xəstə əgər radioterapi, kemoterapi alan bir dönəmdə ediləcək bir əməliyyat deyil. İndikasyonları dedik. Kontraindikasyonları isə deyək, metpozitif olan xəstələrdə, abdominal bölgəsi operə olmuş xəstələrdə, abdominoplasti olmuş və yaxud da hər hansı orta laparatomi olmuş xəstələrdə, yəni fleb qanlanmasını, tren flebinin qanlanmasını pozulmuş xəstələrdə bu əməliyyatları eləmək əks göstərişdir. Diabetik xəstələrdə bu əməliyyatları eləmirəm. Siqaret çəkən xəstələrdə bu əməliyyatları eləmirik. Avantajları otolog toxumanın yabancı bir cisim olmamağı, yabancı cisim reaksiyanın olmamağıdır. Daha güvənlidir. İşte dezavantajını isə desək, əməliyyatın həcmi böyükdür. Sağalma dönəmi biraz iləridir və qarın bölgəsində
Herniyasyonlar bəzən ola bilir tram flebindən sonra. E, Rectus abdominis flebi transfer şəkilli bildik ki, e, rectus əzələsinin inferiorundan arterini ayırdığımız epigastrik inferioru ayıraraq superior epigastrik tabanını uyguladığımız bir fleptir. Həmin bu oradan da arterini görürük. Yəni tram flebini istərsə transfer şəkilli və yaxud da vram şəkilli, yəni vertikal şəkildə də qaldıra bilirik. Əsas öncəliklə diqqət edəcəyimiz, bu flepdə diqqət edəcəyimiz məqamlar hansılardır? Flebin birinci məsələsi onun qanlanmasıdır. Flebi biz 4 hissəyə bölə bilərik. Özellikle göstermek istəyəcəm. Zonlarını göstermek istəyəcəm. Mesela orta xəttdən deyək ki, sol məmə rekonstruksiyonu eləyəcəyik. Bu zaman sağ rectus əzələsi tabanını flep planlayırıq. Burada zon 1, 2, 3, 4 olarak değerlendiririk. Zon 1 əzələnin, tam rectus əzələnin olduğu perforator, muskulokutan perforatorların çıxdığı bölgəyə zon 1 deyirik. Həmən qonşuluğuna işte zon 2, zon 3 və zon 4. Ən uzaq bölgəyə zon 4 deyirik. Tram flebində adətən zon 4'ü istifadə eləmirik. Zon 4 atılır. Bu yaşılla gördüyümüz bölgə. Yəni zon 1, zon 2 daxil edilir. Zon 3'ün bəzən bir qismi, bəzən tam qismi daxil edirəm. Adətən zon 1 ilə zon 2'ni daxil etdiyimiz zaman güvənli bir fleb qaldırmış oluruq. Yəni burada da flebin ən özəllikli hissəsi onun rectus əzələsindən çıxan muskulokutan perforatorların qorunmağıdır. Bu DF flebində də, tram flebində də özəlliklə diqqət edəcəyimiz bir mövzudur. Rectus əzələsini nə qədər güvənli qaldırsaq da, əzələ üstündə əgər cilt adasının perforanları zədələnibsə, o zaman bu flebin bir anlamı olmur. Flebi qaldırdıktan sonra donor sahəyə meş istifadə edirik. Meşlərlə, abdominal meşlərlə qarını yenidən bağlayırıq. Və çox nadir hallarda təkrarı herniyasyon görmüşük. Tram flebini mikrocərrahildə mikrocərrahisiz də etmək mümkündür. Amma iləri yaşlarda və mikrocərrahi təcrübəsi olan cərrahlara da önərim. Tram flebi etdiyimiz zaman mütləq oraya superşarj anastomoz dediğimiz anastomozu uygulamamızdır. Sadəcə superior epigastrik arter tabanlı deyil, həm də inferior epigastrik arterin pedikülündən 3-cü, 4-cü imaya anastomoz qoymamız daha flebimizi güvənli tutur. Anastomoz zamanı qarşılaşacağımız ən böyük problem damarlardakı çap farkının olmağıdır. Belə ki, imanın perforanlarını 3-cü, 4-cü perforanlarını tapdıqdan sonra, kiçik bir kosta eksizyonundan sonra perforanları daha rahat görə bilirik. Bəzən imanın geniş perforanlarına və yaxud da bəzən də imanın direkt özünə anastomoz edirik. Burada da diqqət edəcəyimiz ən əsas məqamlardan birisi hər zaman flebi hansı yöndə götürdüksə onun kontrolaterəlinə anastomozu eləməli. Çünki bilirik ki, imanın davamı həm də superior epigastrik arterin davamı deməkdir. Yəni eyni tərəfli iman anastomozu həm də flebin damarını kəsmiş olmuş ola bilərik. Çift tərəfli travmalarda da superşarj anastomozu ediriksə, özəlliklə torakodorsal arterə və yaxud da torakokromial arterə üstünlük veririk. Superşarj anastomozu mənə təcrübəmə görə vacibdir. Əgər bir tram flebi ediriksə, zon 1, zon 2-ni, hətta zon 3-ün bir bölgəsinə daxil ediriksə fleblərdə, tram fleblərdə,
yəni flebi nərdəsə 70% daxil ediriksə, bu zaman bizə mütləq e, həmin bu gördüyümüz bu superşarj anastomozu e, vacibdir. Superşarj anastomoz zamanı həm arterlə bir yerdə, həm də ven anastomoz da burada vacibdir. Çünki adətən bu fleplərdən zon 1 çox yaxşı qidalanır. Zon 2-də venöz durğunluq əmələ gəlir. Çünki yönünü dəyişirik. Düz axımlı bir flebin yönünü tam superior və superlateral istiqamətdə yönləndiririk. Burada qarşılaşacağımız digər mövzulardan birisi damarın kinqi deməkdir. Yəni damarın qatlanmağıdır. İnce nüanslardan birisi, önerilerimizden birisi de 12. interkostal arterin flebə daxil olmağıdır. Flebi qaldırdığımız zaman tram flebin, yəni rektus əzələsinin tam kosta birləşdiyi yerdə 12. interkostal arteri orada diqqətli elevasyon etdiyimizdə görə bilərik. Onu da daxil edərsək, superşarj anastomozumuz da olsa, flebimiz tam güvəndə olmuş olar. Flebi elədik, daha sonrasında belə deyək, flebi elədik, daha sonrasında nipple areola kompleksini eləməliyik. Məsələn, bu post-op 1-ci ildəki flebimizdir, tram flebimizdir. Ucunu düzəltmək istəyirik. Kiçik müayinəxana şəraitində, kiçik sarğı otağında, kiçik əməliyyatxanalarda yelli ketməklə nipple areola flebini qaldırıb, məsələn, nipple rekonstruksiyonu elə bilirik. Sonra bunun ətrafına da istərsək inguinal bölgədən, istərsə də labium majordan aldığımız dəri qreflərini istifadə edərək məmə ucunu formalaşdıra bilirik. Orta iləri kilolu bir pasiyentimizdir. Qarşı tərəfini, əməliyyatdan sonra qarşı tərəfini də küçültmüşük. Və eyni zamanda tram fleb eləmişik. Eyni zamanda nipple areola kompleksini eləmişik. 3 etapda, yəni birinci flebimizi elədik. Üstündən 6 ay keçdikdən sonra nipple elədik. Üstündən 3 ay keçdikdən sonra nipple'ın ətrafını areola kompleksini elədik. Eyni seansda heç vaxt etmirəm, güvənli saxlayıram. Pasiyentlərə də öncəliklə bildirirəm. Qarşı tərəfi də məməsini küçültdüyümüz zaman, yəni simetri sağlamaq üçün də yenə də 6 ay gözləyirəm əməliyyatdan sonra. Çünki flebimdə nə qədər pinekrozun gedəcəyini, flebimdə nə qədər kiçilmənin gedəcəyini gözləyərək qarşı tərəfi kiçildürəm. Digər xəstəmizdə də yenə iləri kiloda, yəni abdominal bölgədə flebi götürə biləcəyim, qayət tram flebi üçün uyğun bir xəstədir. Abdominal ön bölgənin geniş bir genişliyi var. Tam mənə böyük bir fleb üçün mənə bir avantaj sağlayır. Yenə məsələ yeni bir flebdir. Yəni edəcəyimiz işləm artıq burada heç qarşı tərəfi böyütməyəcəyik. Ön hissəyə nipple areola kompleksindən sonra onkoloji yenə bir konsultasyon alandan sonra qarşı məməyə yağ injeksiyonu edə bilərəm burada da. Atdığım bütün addımlar mütləq onkologlar tərəfindən də pasiyentlərimiz həm də mən tərəfindən də takib edilir. İstər pi inyeksiyası olsun, istər otolog toxuma rekonstruksiyası olsun, göstərişini plastik cərrah yox, onkologla daha çox verməlidir bunun göstərişini. Yəni buna bu xəstəyə survey nədir, bu xəstənin bundan sonraki cərrah, təkrar bir cərrah gərəkərmi və yaxud da qarşı məmədə bir şübhəmiz varmı? Ona uyğun, tam rahat olduğumuz zaman, məsələn, vram bir flebdir. Bunu da ek olaraq qoydum. Yəni, travma transfer şəkili qaldırırdıqsa, vramı vram şəkili qaldırır. Burada onkoloji xəstələrdə, sarkomalı və həmin o bölgəyə də bayaq dediyim tram flebində də, vram flebində də meş uyguluyoruz. Bu meşi bəzən retromuskular əzələnin arxa hissəsinə də, bəzən yəni qarşı tərəfin əzələsindən eksternal obliqsin arasına da aşağı hissəsini qoya bilirik. Önə də inley olaraq da, onley olaraq da qoya bilirik. Burada da məsələn flebin arterini rahatlığından görə bilirik. Həmin bu arteri superşarj anastomoz etdiyimiz zaman məsələ tək məmə rekonstruksiyonda yox, bir sarkoma olan bir xəstədir, dəfələrlə əməliyyat olmuş bir xəstədir, onu nüks eləmiş bir xəstədir. Kostalar tam açıqdadır. Bunu heç bir dəri yamasına bağlamaq mümkün deyil. Amma vram flebi ilə, yəni tək məmə rekonstruksiyonda yox, digər gövdə ön yan hissələrdəki rekonstruksiyonlarla da bağlaya bilirik.
Teşekkür ederim dinlediğiniz için. Artin doktora teşekkür ederiz. Çok güzel anatomik ve nezareti ve praktik bir çıkıştı. Teşekkür ederim. Kimse sualı var mı? Buyurun. Efendim. Sağlıkta çok meraklıyım. En başına gelen de o çıkartta gider arıyorlar. Evet. Kendisi tüm merhaleler doğru geçmişti. Demek biz Almanya'da pist olmuştuk. Orada Mehdi Rezai'yi tam öğretmenesi olan plastik cerrahtı. Onun yanında olmuştuk birlikte. O Mert'le Ahmet'ten ellerinde bir ay önceden orada bir arteriyanı boyunda sıvı boyunlar, bağlıyorlar. Bir ay gözünde sürecin bağlanmasını gözlükler ki göre olan bütünleriyle orada meseleyle daha ilerleyen sormalıylar. Dediğimiz delay fenomenidir. Delay fenomeni dediğimiz geciktirme fenomenidir. E, Mikrocerrahi ilə, ümumiyyətlə flep cərrahisindən məşğul olan cərrahların böyük əksəriyyətinin elədiyi bir tək məm rekonstruksiyanudur, aşağı ətraflarında, adətən pediküllü fleplərdə, yəni mikrocərrah etmədiyimiz bir fleplərdə, özəlliklə inguinal fleplərdə bunu çox istifadə edirik. 3 həftə, 4 həftə əvvəlcədən ana arteri, yəni random paternizə yox, bəlli pediküllü arteri belə deyək, bağlayarıq ki, kollaterallar gelişsin. Kollateral perforatorlar gelişdiyində bunu qaldırmaq daha güclü olur. Təbii ki, bu da yaxşı bir bəli, delay fenomenidir. Əgər mən özəlliklə tramflebi gələneksel bir flepdir, illərdir olunan bir yenilik deyil, bu illərdir zaten olunan bir flepdir. Sadəcə olaraq bir plastik cərrah olaraq mən tren fleplərində etdiyim üstünlük və daim qoruduğum bir şey superşarj anastomozudur. Eğer süperşarj anastomozunu eləyiriksə, 3-cü və ya 4-cü imaya epigastrik, inferior epigastriki gətirib anastomoz eləyiriksə, delay fenomenlərdə zon 2-dəki perifortda yaxşı mı qidalandı, zon 3 mü daxil mi elədim, bir nekrozum getdi, flebim, tremim, king mi oldu, şübhələr hamısı ortadan qalxır. Çox rahatlıq bu, yəni əməliyyat vaxtını 1 saat, 1,5 saat, 90 dəqiqə artırır Vaqif mənim, amma garanti olur. Bəli, bəli. Təbii ki, elə xəstələr var ki, elə pasientlər var ki, çox iləri yaşdadır. Məsələn, otolog toxuma istəyir, rekonstruksiyonu istəyir. Onlar da mikrocərrahiyə bəzən şey eləmirik, önəricilik vermirik. Amma praktikamda görmüşəm ki, hansı pasientdə şey eləməmişiz. Özəlliklə kimyoterapiya almış pasientlərdə əgər mikrocərrahi eləmədiksə, mütləq 13 bölüm olabilir. Dediniz delay fenomeni məntiqlidir. Heç vaxt eləməmişəm tram flebində, digər fleblərdə çox elədiyim bir şeydir. Özəlliklə inguinal fleblərdə delay fenomeni edirik. Amma burada dediyim kimi mikrocərrah olduğuna görə gərək durmamışam onu. Tam eləyəndə ya da yetirəndə, yəni o damarların üstündə onların sayının önemi var mı? Ya diametrinin önemi daha çok peki? Mesela sadece fazla küçük diametrinde olsa. Adeten o perforatorlar da mesela zon 1'deki perforatorlar yani tam rektusun önündə, rektusun sərhədlərində olan cildə girən perforanlar adeten 2-3 sayda olurlar. Bunlar paraumbilikal bölgədə, göbək ətrafında rektusun mərkəzindən çıxan perforanlardır. 2 perforan tamamilə flemin qidalı, zon 1'in də zon 2'nin də qidalanmağına bəs eləyir. Burada yok, zaten burada anomaliyalar aynı az olabilir ama mütləq bütün pasientlərdə perforanları zaten bu şey perforan değil, axtarıb da önceden belirleyeceğimiz perforan. Diyep əməliyyatında bəli, önceden kontrastlı tomografi, diğer şeyler çəkilir. Çünkü hansı perforanın üstündən flep qaldıracağımız önemlidir. Özellikle burada intramusküler diseksiyon değil. Ama tram flebində, diyepdə deyil də, tram flebində, yəni fri olmayan, sərbəst fleb olmayan pediküllü fleblerde 2 anastomoz, adi bir Doppler'dən onun yerini təyin edirik, bəzən edirik, amma bəlli bir praktikadan sonra buna ehtiyac görmürəm. Zaten bilirəm ki, rektus əzələsi üstündən ən azından 2 perforanım olacaq. Perforandan heç vaxt çapını ölçməmişəm, gərək duymamışam. Amma diyep elədiyim vaxtlarda mütləq onların
perforanların həcminə baxıb bir perforan üzərindən DP bir perforan üzərindən qaldırır. Trəmi isə ən az iki perforan üzərindən qaldırır. Buyurun, Maraz. Onu çok her takdirde 6 tane en az planlamıştı. Bunları bu çok var. Hamısında yok. Ardından emektarında. Bu eserden çevirip neden sağlanır olarak. O Evet. da hepsi bir kabarılık. O eseri kabarılık. Söylemizin süresini olduğu için. Programlar bu için. Bəli, bəli. Yani size de bu çok olur. Bəli. Ve eğer bu olursa, yani yani son zamanlar sanırım çok diyebilir daha Evet. siz diyebilen tanımı daha üstüne hazırlayıp vermedi. Niye diyebilirleriniz sağlık tanımı müracaat edebilirsiniz? Geçən sualı çox həqiqətən maraqlı sualdır. Ən tartışmalı konulardan birisidir. Otolog toxuma rekonstruksiyonu eləyiriksə, diyetmi eləyək, tram eləyək. Məmə rekonstruksiyonunda implantı qoyduq bir kərə, latismus çevirək, altına implant qoyaq. Bu da yaxşı seçənəklərdən birisidir. Özəlliklə belə kilolu xəstələrdə. Məsələn, birincisi o sualınıza gəlmək istəyirəm. Məsələn, postop 6 ayın pasiyentidir, kilolu xəstədir. O fold daha çox arı xəstələrdə, inframamarial fold, yəni qarşı tərəf reaksiya dönəndə tam bu bölgədə o dediyimiz çıxıntı olur. Haqlısınız. Amma kilolu xəstələrdə çox bilinmir. İkincisi, orta və daha zayıf xəstələrdə həmin o rektus əzələsi 6 ay sonrasında atrofiya uğrayır. Çünki bu əzələ işləmir, əzələnin siniri də işləmir. İnanın ki, o 2 santimlik, 2,5 santimlik qalınlığındakı hemotram əzələsi 6 ay, 1 il sonrasında 0,5 santim, yəni 5 milli qalınlığına düşür, tamamilə atrofiya gedir. O flebi ancaq yəni üstündəki o arter o lazım olur xəstəyə də, bizə də. Yəni o fold atrofiya gedib şey ola bilir. İkinci sualınıza gəldikdə, niyə DIEP yox, tram desək, DIEP öncəliklə tram güvənli bir fletdir. Birincisi pedikülü var. İkincisi mikrocərrahi təcrübəmiz varsa, mikrocərrahi də elədiksə %100 deməyəm, amma %90'lık bir güvən sağlayır bizə. DIEP tam sərbəst fletdir, yəni free flet dediyimiz fletdir. İstər diseksiyonu, istər pasiyentlərdəki daha sonraki vaskulizasiyasında problemlər yaşaya bilirik. DIEP-də də təcrübələrim var, TREM-də də təcrübələrim var. Daha garanti olsun deyə. Çünki otolog toxumanı yenə deyirəm, 30 yaşında arıq bir pasiyentim gəlsə, heç vaxt ona otolog rekonstruksiyon önərmərəm. Direkt deyərəm ki, gənc xəstəsən, qarşı tərəfində profilaktik mastektomi eləyim və ora süd vəzini implantasiyasını eləyək və mövcud süd vəzini də məsələn implant edək deyərəm. Amma iləri yaş xəstələrdə kilolu xəstədir. Həm qarından qurtul deyirəm, həm də implantın sonraki mərhələlərində kapsül kontrakturasına uğraşma, onunla uğraşma tək səfərdə. Bu zaten xəstələr yorulmuş xəstələr olurlar. İləri yaş xəstələri də rekonstruksiyona cəlb eləmək də özü də bir psixoloji onlara dəstək veriyor. Ondan sonra dedikləri ilk cümlə odur, 50-55-in 60-ın üstündə ehtiyac var, belə də yaşayaram. Amma içində bir sevgi olur, yəni bir qadın orqanlı olmağına görə. DIEP daha ağırdır o xəstələrin gedişatı üçün, daha garantili olmadığı üçün daha çox trəmi tercih edirəm. Amma ki, məsələn, orta çəkidə bir pasiyent gəlsə, desə ki, mən qarnında herniyasyon, meş kullanmayın, mən revizyon almanıza da razıyam, təkrar əməliyyata olar DIEP eləyərəm, anastomozda bir çıxıntı olar, o zaman razıyam bundan hansısa dediği zaman. Daha çok xəstə ilə həkim arasındakı müqavilədən asılıdır bunlar. Bir də ən əsas şey mikrocərrahidəki kontraindikasyon odur ki, diabet xəstələri, kimyoterapi almış xəstələrin damarlarında bayağı bir problem olur. Problemli damara da DIEP eləmək çətin olur. Amma damar vaskulizasiyası, damar lüməni yaxşı olan xəstələrdə DIEP trəmdən də yaxşı bir örnəkdir, yəni xəstənin həyat tərzi üçün. Belə deyərdim. Sağ olun. Buyurun suallara. Mikrofon. Rekonstruksiyona bir cərrahlar
Metrezaylı kalıcı olduğunda bir sualım var size. Birincisi, Niyaziman muayenesi bir xəstədə erken konstrüksiyon məsləhət görürsünüz, genç dönem mahkemalar olsun bu. İkincisi, siz cevap verirsiniz. Bu qərarı tamamilə mən bayaq çıxışımda da dedim, tamamilə onkologlara və onkoloq cərrahlara buraxıram. Texnik olaraq mən təbii ki, eyni seansda yox, ikinci mərhələdə eləməyin tərəfdarıyam həmişə. Birincisi yara sağalması, ikincisi bu xəstə eyni vaxt elədi, sonrasında kemoterapi alınacaqmı, radyoterapi alınacaq, bunların hamısının fleb kaybına yol aça bilir. Bəli, azon planlamayanda eş zamanlı elə bilərik, rahatlıqla eləyirik. Tüm kanlanmazsa kafasında bulunan Afrikan madde ve bir mesela hemoglobin katı 6'ya kadar düştü. Kanasın dedi, transfüzyon meseleleri. Yani siz bütün olarak anti-Afrikan yüksek dozda verirsiniz mi kanaması şüpheli o hastalıklar kanası? Hasta bayağı Əlbəttə, önəmlidir. O da çox, fleb cərrahisinin istər sinədə, istər digər alt ekstremitədə, özəlliklə alt ekstremitədə biz qanlanmaya çox önəm veririk. Çünki bədənin ən uzaq bölgəsidir. Xəstə qanasa da, yəni ek transfüzyon eləmək olar. Ən çox qanama və qanamanı dayandıraqmı, yəni qan yenə verəkmi, antikoagulant kleksanını artıraq və heparinizə eləyəmi xəstələri nə zaman qalırıq? Bu fleblər tren flebi venoz olmağı sevən bir flebdir. Yəni venoz dolaşımı gecikən bir flebdir. Adətən tren fleblərində arter sorunu yox, arteriyel qan dövranı, venoz qan dövranı, venoz geri dönüşümün problemlərindən yaşadığımız vaxtlar olur. Venoz geri dönüşümü də 10% dəstəkləyən bir şey nədir? Xaricdən, yəni flebin daxilini xaricindən flebi qanatmaq, zəli istifadə elədiyimiz xəstələr var. Yəni düşünün, zəlinin bu flebdə, burada mürəkkəb əməliyyatlarda çox geniş bir önəmi var. Zəli istifadə edib venoz axımı, yəni yeni venullalar əmələ gələnə qədər kollaterallardan sülüklə, işte bu zəli ilə dediyimiz o venoz geri dolaşma əldə elədiyimiz var. Sülüyün içərisində hirodin var, bilirik. Bu da antikoagulant tədavisində var. Kleksan mütləq yüksək dozda, heparinizə yüksək dozda verir. Amma yəni xəstənin hemoqramını 6-ya salarsan, xəstənin bədəndə qan olmaz, flebə də qan gəlməz, düzgün məntiq deyil. Onun, təbii ki, qanama var, qanama kontrollu olmalıdır. Onun fleb cərrahəsində özəlliklə hemoqramin onun altında olmamalıdır. Onun altında varsa fleb qanlanmaz, iskemi sürəsini artır. Teşekkür ederim. Hadi doktor.